Bugün Azərbaycan tarixinin ən uca zirvələrindən birində dayanan, azadlıq və istiqlal ideyasını millətin taleyinə çevirən böyük şəxsiyyət Məmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür. 1884-cü il yanvarın 31-də Bakıda dünyaya göz açan Rəsulzadə gənclik illərindən etibarən xalqının taleyi ilə yaşayan, milli oyanışın önündə gedən fikir adamı oldu. O qələm və düşüncə ilə mübarizə apararaq Azərbaycan xalqına öz dövlətinə sahib olmağın mümkünlüyünü anlattı. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti təkcə siyasi hadisə deyil, əsrlər boyu susturulmuş bir millətin səsini dünyaya çatmasıydı. Bu tarixi hadisənin ideya memarlarından biri məhz Məmməd Əmin Rəsulzadə idi. Onun liderliyi ilə Azərbaycan ilk dəfə olaraq müsəlman şərqində demokratik, hüquqi və dünyəvi respublika qurdu. Rəsulzadə üçün müstəqillik yalnız bir dövlət forması deyildi. Bu, xalqın ləyaqəti, azad iradəsi və gələcəyə inamı idi. Onun dillərə düşən məşhur kəlamı, bir kərə yüksələn bayraq, bir daha enməz, zamanın sınağından keçərək milli yaddaşımıza həkk olundu. Bu sözlər nəinki bir çağırış, həm də əsarətə boyun əyməyən ruhun manifesti oldu. Sürgünlər, təqiblər, ayrılıqlar Rəsulzadəni yolundan döndərə bilmədi. O, ömrünün böyük bir hissəsini vətəndən uzaqda keçirsə də, qəlbi daim Azərbaycanla döyündü. Yazıları, məqalələri və siyasi fəaliyyəti ilə müstəqillik ideyasını yaşatdı və gələcək nəsillərə miras qoydu. Bugün azad və müstəqil Azərbaycan dövləti varsa, onun təməlində Rəsulzadənin ideyaları, inamı və fədakarlığı dayanır. O təkcə bir dövrün lideri deyil, milli yaddaşın vicdanı, azadlıq uğrunda mübarizənin simvoludur. Məmməd Əmin Rəsulzadənin xatirəsi xalqımız tərəfindən ehtiramla anılır, onun adı və ideyaları Azərbaycan tarixində əbədi yaşayacaq.